Azərbaycan Səfəvilər imperiyasına ən qüdrətli dövrləri yaşadan hökmdarın kim olduğunu bilirdinizmi? Bəs bu hökmdarın ilk dəfə odlu silahlardan istifadə etməsindən necə xəbəriniz var idimi? Bütün bunları və daha çoxunu bilmək istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. İndi isə qaldığımız yerdən davam edirik. Səfəvi hökmdarı Məhəmməd Xudabəndənin zəif idarə etməsini görən qızılbaş əmirləri şahı hakimiyyətdən uzaqlaşdırıb, onun oğlu Abbas Mirzəni hakimiyyətə gətirməyə çalışırdılar. Bu zaman Şəhzadə Abbas Heratda yaşayırdı və Herat hakimi Əlqulu xan onun lələsi idi. 1580-ci illərin ortalarında Abbas Mirzə Herat vilayətinin nominal hakimi hesab olunurdu. 1587-ci ildə Səfəvi əmirlərinin səs çoxluğu ilə Məhəmməd Xudabəndə hakimiyyətdən uzaqlaşdırıldı və oğlu Abbas Mirzə Şah Abbas adı ilə Səfəvi taxtının sahibi oldu. Şah Abbasın hakimiyyətinin ilk illəri o qədər də asan olmadı. O əvvəlcə ölkəni bürüyən ara müharibələrinə son qoymalı və Xorasan vilayətini Şeybanilərdən geri almalı idi. Üstəlik Osmanlı imperiyası Şah İsmail və Təhmasib zamanında Səfəvilərin tarixi əraziləri olan Şirvan, Aran və Təbrizi ələ keçirmişdi. Bundan əlavə strateji əhəmiyyətə malik Hörmüz limanı da Portuqaliya donanmasının nəzarətində idi. Şah Abbas əvvəlcə ölkənin daxilindəki ara müharibələrinə son qoydu. Bu dövrlərdə Şeybanilərin Səfəvi torpaqlarına hücumları adi hal almışdı. Amma Şah Abbasın ordusu Şeybanilərlə döyüşmək iqtidarında deyildi. Bunu görən Şah Səfəvi ordusunda reformlara başladı. O, ordudan yayınanların ölüm cəzasına layiq görülməsinə qərar verməklə bərabər onların mal və mülkünün müsadirə edilməsinə də göstəriş vermişdi. Bu qərardan sonra dövlətin hər yerindən minlərlə insan Səfəvi ordusuna qatıldı. Bununla da 20 minlik Səfəvi ordusunun sayı qısa zamanda 150 min nəfərə çatdırıldı. Şah Abbasın hərbi islahatlarından biri də Səfəvi ordusunda yeni qoşun növlərinin yaradılması ilə bağlı olmuşdu. Belə ki, islahatlardan sonra Səfəvi ordusu qulamlar, qorçular, tüfəngçilər və topçular olmaqla 4 hissəyə bölünmüşdü. Məhz topçu və tüfəngçi dəstələrinin yaradılması ilə Səfəvi ordusu tarixində ilk dəfə sistemli şəkildə odlu silahlarla təchiz olunmuşdu. Həm hərbi, həm də iqtisadi islahatlar aparan Şah Abbasın hakimiyyətinin ilk illərində Səfəvi imperiyası xeyli güclənmişdi. Bu isə o demək idi ki, artıq hərbi səfərlərin vaxtı yetişib. İlk hədəf də bəlli idi, Səfəvilərin şərq qonşusu Şeybanilər. Şah Abbas Şeybanilərə qarşı hərbi əməliyyatlara başlamazdan əvvəl 1590-cı ildə nümayəndələrini İstanbula göndərib Osmanlılarla sülh bağladı. Şah Abbasın bu sülhə imza atmasının səbəbi eyni vaxtda iki cəhbədə mübarizə aparmaq istəməməsi idi. İstanbul müqaviləsindən sonra 150 minlik modern ordusu ilə Şeybanilərin üzərinə hərəkət edən Şah Abbas 1598-ci ildə əvvəlcə Nişapur, sonra isə Məşəd şəhərini Şeybanilərdən geri aldı. Daha sonra Herat şəhərinə doğru yönələn Səfəvilər burada güclü müqavimətlə üzləşdilər. Lakin Şah Abbasın ordusu böyük çətinlik bahasına olsa da Heratı Şeybanilərdən geri aldı. Bununla da kifayətlənməyən Şah Abbas 1599-cu ildə Şeybanilər dövlətinin varlığına son qoydu. 16-cı əsr boyunca Portuqaliyalılar Səfəvilərin cənub qapısı olan Hörmüz limanında bazalar qurmuşdu. 1602-ci ildə Qızılbaş ordusu onları Bəhreyindən qovmağı bacardı. Amma Səfəvilərin donanması olmadığına görə Hörmüzü geri almaq mümkün değildi. Ona görə də Şah Abbas İngilislərin Ost-Hind şirkəti ilə müqavilə bağlayaraq bu işdə onların gəmilərindən istifadə etmək qərarına gəldi. İngilis gəmilərinin yardımı ilə Şah Abbas Hörmüz limanını ələ keçirdi. O dövrdən etibarən şəhərin adı Şah Abbasın şərəfinə Bəndər Abbas adlandırılıb. Şeybaniləri tarix səhnəsindən silən və Portuqaliya donanmasını Hörmüzdən qovan Şah Abbasın yeni hədəfi Osmanlı dövləti idi. Bu dövrlərdə Osmanlı dövləti Avropada Habsburqlarla müharibədə xeyli zəifləmişdi.
Üstəlik Şərqi Anadoluda başlayan Cəlalilər hərəkatı Osmanlı imperiyasının hərbi nüfuzunu bir qədər sarsıtmışdı. Bunu fürsət bilən Şah Abbas 1590-cı ildə bağlanmış İstanbul sülhünü pozaraq 1603-cü ilin əvvəlində Osmanlıların üzərinə yürüşə başladı. Şərqi Anadoluda bir çox qalaları ələ keçirən Şah Abbas Cənubi Azərbaycana irəliləyərək Osmanlı ordusunun nəzarətində olan Təbriz şəhərini mühasirəyə aldı. Osmanlı ordusunun Təbrizə doğru yola düşməsi xəbərini alan Şah Abbas 1603-cü ilin avqustunda ordusunu şəhərin şimal-qərbindəki dağlıq ərazidə möhkəmləndirdi. 1603-cü ilin 28 sentyabrında Səfəvi və Osmanlı orduları Təbrizin bir neçə kilometrliyində üz-üzə gəldilər və Səfəvilər bu döyüşdən qələbə ilə ayrıldılar. Bu zəfərdən sonra Şah Abbas yenidən Təbriz qalasındakı Osmanlı qarnizonunu mühasirəyə aldı. Osmanlıların qətiyyətlə müdafiə olunmasına baxmayaraq, Səfəvi artilleriyasının davamlı atəşləri ilə 1603-cü ilin 21 oktyabrında Təbrizdəki Osmanlı qarnizonu təslim oldu. Həmin ilin noyabrında Şah Abbas Qızılbaş ordusu ilə birlikdə Şimali Azərbaycan torpaqlarına daxil oldu. Bu ərəfədə Naxçıvan və Culfa döyüşsüz təslim oldu. 1604-cü ildə isə Şah Abbas Qars şəhərini tutdu. Daha sonra İrəvan istiqamətinə yönələn Səfəvilər 1604-cü ilin yazında şəhəri Osmanlılardan almağı bacardılar. Səfəvilərin ardıcıl zəfərləri İstanbuldakı Osmanlı sarayını narahat edirdi. Ona görə də 1604-cü ilin iyununda Sinan Paşanın komandanlığındakı böyük bir ordu Səfəviləri dayandırmaq üçün yola çıxdı. Azərbaycana yetişənə kimi Osmanlı ordusu yolda böyük itkilər verdi. Tərəflər 1605-ci ilin noyabrında Təbriz yaxınlığındakı Sufyan adlı yerdə üz-üzə dayanmışdılar. Bu zaman Osmanlı ordusunun sayı 100 min, Səfəvi qüvvələrinin sayı isə 60 min nəfər idi. Lakin buna baxmayaraq, Osmanlı ordusu 1605-ci ilin 6 noyabrında Sufyan adlı ərazidə məğlubiyyətə uğradı. Sufyan döyüşündə ağır şəkildə məğlubiyyətə uğrayan Osmanlı imperiyası dərhal Səfəvi imperiyası ilə sülhə nail olmaq istəyirdi. Lakin şahın sülhlə bağlı düşüncələri qəti idi və o bildirirdi ki, sülhün bərqərar olması üçün Şah İsmailin atının ayağının dəydiyi bütün torpaqlar ona qaytarılmalıdır. Şah Abbasın bu tələbi sülh danışıqlarını bir qədər yubatdı. Sufyan qələbəsindən sonra Şah Abbas ordusu ilə şimala yönəldi. 6 aylıq mühasirədən sonra Səfəvi ordusu Gəncə şəhərini Osmanlılardan geri aldı. Bundan sonra Şah Abbasın ordusu Tiflis şəhəri başda olmaqla Şərqi Gürcüstanı ələ keçirdi. 1606-cı ilin qışında Şirvana daxil olan Şah Abbas Şamaxı şəhərini rahatlıqla Osmanlılardan geri aldı. Bu xəbəri alan Bakı və Dərbənd əhalisi Osmanlı qarnizonlarına qarşı üsyana qalxdılar. Bu şəhərlərin yerli əhalisi Səfəvilər gələnə kimi Osmanlı ordusunu qovub şəhərdən çıxarmışdılar. Məhz bu səbəbdən də Şah Abbas Bakı və Dərbənd əhalisini bir sıra vergilərdən azad etmişdi. Şah Abbasın Azərbaycan torpaqlarında apardığı uğurlu hərbi əməliyyatlardan sonra 1590-cı il müqaviləsi ilə itirilmiş bütün Səfəvi torpaqları geri qaytarılmış və 1555-ci ildə imzalanmış Amasya sülh müqaviləsinin müəyyən etdiyi sərhədlər yenidən bərpa edilmişdi. Amma Osmanlılar itirdikləri torpaqları geri qaytarmaq üçün ara-sıra hücumlar edirdilər. Lakin bu yürüşlərdə Osmanlı ordusu elə də böyük uğur əldə edə bilmədi. Nəticədə İstanbul, Mərənd və Sərab sülh müqavilələrinin şərtlərinə görə iki dövlət arasındakı müharibə bitmiş hesab olundu. Son müqavilənin şərtlərinə görə Osmanlılar Şah Abbasın geri qaytardığı bütün ərazilərə olan torpaq iddialarından birdəfəlik əl çəkməli idilər. Şah Abbas Azərbaycan Səfəvilər imperiyasının bütün ərazilərini geri qaytardıqdan sonra bütün gücünü dövlətin iqtisadiyyatının inkişaf etdirilməsinə və əhalinin rifahını yaxşılaşdırılmasına sərf etdi. O, Azərbaycan Səfəvilər imperiyasının əvvəlki qüdrətini bərpa etməklə bərabər, həm də onu şərqin ən güclü dövlətlərindən birinə çevirmişdi. Onun hakimiyyəti illərində dövlətin paytaxtı Qəzvindən İsfahan şəhərinə köçürüldü.
Şah Abbas özündən sonra taxt davasının olacağını ehtimal edib, bütün övladlarını edam etdirdi. Səfəvi taxtının yeganə varisi Şah Abbasın nəvəsi Sam Mirzə qalmışdı. 1629-cu ilin 19 yanvarında 57 yaşlı Şah Abbas İsfahan yaxınlığındakı Kaşan adlı yerdə vəfat etdi.